Salam, hər vaxtınız xeyir olsun. Azərbaycan dili 9-cu sinif buraxılış imtahanının izahına baxaq. Hansı cümlə deyir ki, sadə cümlədir? Külək güclənir, yağış yağırdı. Demək ki, bu mürəkkəb cümlə. Gülnar süpürdü, Gülnar ot saldı. Bu həmzə sözlü 1 olacaq. B. Soruşdum, cavab vermədi. Mən soruşmuşam, o cavab verməyib. Ətrafa mən baxdım, heç kəs görünməyib. Sonra külək güclənir, gəmilər yırğalanır. Ayrı-ayrı mübtəda və xəbərləri var. Getdi 1B. Sözün fonetik xüsusiyyətlərini nəzərə alaraq nöqtələrin yerinə uyğun sözləri yazmalıyıq. Yazılışı ilə deyilişi fərqlənmir. Deməli, yazılışı deyilişi fərqlənmir. Xəttadı silərik, məşhur qalsın, vərəq də getsin. Sonra sətirdən sətrə keçirmək olmur. Dua ola bilər, alim ola bilər. Yazılış deyilişi fərqlənir, maqnit fərqlənmir. Ötkəmsə fərqlənir. 2 olacaq D. Sonra verilən nümunədə hansı durğu işarələri buraxılmışdır? Kainatın yaranması, quruluşu və inkişafın təkcə astronomiyanın deyil, bütün təbiət elmlərinin əsas problemidir. 3,B. Sonra frozoloji birləşmə. Ağzına su almaq, sandığı qıfıllamaq həqiqidir. İşə düşmək, stolları aşırmaq həqiqidir, stolları aşırmaq. Gözü kəlləsinə çıxmaq frazem, çəkiclə vurmaq həqiqidir. Üz vermək frazem, dabanına tüpürmək frazem. Divarları ağatmaq həqiqi. Hansı sıradakı feillərdən biri idi, biri isə. Deməli, aparmış zaman idi isəci, alıb, saysa şərt şəkli olacaq elə A variantı düzdür. Hansı cümlədə əlavə söz birləşməsi ilə ifadə olunub? Bura, qəbalaya sözdür, irəlidə, sahildə yenə sözdür, nitq hissəsi, məhsulu, kartofa, soğanı, burada bir şey yoxdur. Əsmər rəfiqəsini burada da sözdür. Bu obrazı, əsərin baş qəhrəmanını söz birləşməsidir, 3-cü növ. Feildən əmələ gəlmiş sifəti müəyyən edin. Sıxlıq, əzlik, feil qoya bilmirik. Bu kökü sifətdir. Sonra qırğın isimdir, sifət deyil. Güllü bu isimdən yaranıb. Sürüşkən, bəli, sürüş feilindən yaranıb oldu D. Zarafatçıl bu da isimdən yaranıb. Sonra uyğunluğu müəyyən edin. İsmi birləşmə işlənmişdir, feili birləşmə işlənmişdir. Baxaq. 3 böyük bina yanaşı tikilmişdir. Böyük bina deməli nə olacaq? İsmi birləşmə işlənmişdir. 1-ə gedəcək A. Sonra yenə göy üzü 1-ə gedəcək B. Şəkli həvəslə çəkdim. Burada heç bir şey yoxdur. Sahilə çıxmaq. Feili birləşmədir D. Qaldı nə? Cavad hiləgərcəsinə gülürdü. Kim? Cavad necə hiləgərcəsinə? Burada da bir şey yoxdur. Qalacaq nə? A. Balaca yaman dəcəldir. Cümləsində mübtədə nə ilə ifadə olunmuşdur? Sifətlə. Kim balaca? Sifətlə A. Yazaq bura. Cümlələrin birində fərqləndirilmiş sözü nəzərə alaraq uyğunluğu müəyyən edin. Mən səni məsuliyyətli bir şagird bilirdim. 2 şagird bilə bilmərəm. Bu ədaddır. İlk maaşından anası üçün 1 dəstə qızılgül, 2 dəstə qızılgül ala bilər. Əşyanın miqdarını bildirir. 2-yə gedəcək A. Sonra 1-ə gedəcək nə? Cümlədən çıxardıqda məna dəyişikliyi baş verməz. Mən səni məsuliyyətli şagird bilirdim. Bəli, burada heç bir şey olmayacaq. 1-ə gedəcək B. Ədaddır çünki. Leksik mənası var. İkincisiyə C. Sonra nə olacaq? Yalnız qrammatik mənası var. Bu gedəcək nəyə? 1-ə gedəcək D. Sonra nə qaldı? Cümlə üzvləri arasında əlaqə yaradır. Bu bağlayıcıdır. Heç birinə cavab olacaq Y. Qrammatika suallarını verdik. Mətnində inşallah tezliklə verərik.